O tüfəng haqqındakı əhvalat yadındadır. Ha? Bax, həmin dostumun adı o Bəbirdir. Biz Bəbirlə bir kənddə yaşıyordıq. Mən kənddə bir qızı sevirdim. Sonra eşitdim ki, o da həmin qızı sevir. Bir gün gəlib mənə dedi, mən də çox pis oldum. Amma ona heç nə demədim. Bir gün dağa qoyun otarmağa getmişdik. Mən özümlə tüfəngi də götürmüşdüm ki, onu göstərim. Başımız elə qarışdı ki, bir də gördük ki, qoyunlar yoxdur. Bəbirin ögey atası hirsləndi. Onu bərk söydü. Bəbir də hirslənib onu tüfənglə öldürdü. Gəlib qabağımda ağladı. Dedim, mən o qıza nə deyəcəyim? Mən də onun günahını öz boynuma götürdüm. Amma bircə dəfə də mənə çox sağ ol demədi. İçəriden çıxandan sonra onlar artıq evlənmişdilər. Mən də çıxıb getdim Rusiyaya.